Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məcizadə və Bağım Əmlak Agentliyi olaraq bugün sizə Mərdəkan Buzovna yolunun yaxınlığında Vətən restoranının arxasında çox prestij bir ərazidə 5,1 sotun üzərində zövqlə, səliqə ilə inşa edilmiş bu gözəl neoklasik bağ evini təqdim edirik. Bağ evi haqqında sizə ətraflı video təqdim edəcək. İlk öncə qısaca da olsa bağ evinin detallarını sizə demək istəyirəm ki, evimiz 4 otaqlıdır və qismən əşyalıdır. Burada mənim ən çox xoşuma gələn buradakı səliqə səhmandır. Sahibkarı alqışlayıram. Baxın, hasarların alt hissələrində təbii traversindən, eləcə də evin fasadında da istifadə olunub. Zərif, incə bir iş görüblər və son zamanlar bizim bu bağlarımızda trendə çevrilən yay və qış mətbəxini göstərmək istəyirəm. Yay və qış mətbəxi tam olaraq sizin, necə deyərlər, istifadəniz üçün artıq mebeldə quraşdırılıb. İsti döşəməlidir. İsti demişkən, hovuzumuz da bu arada isti hovuzdur. Bütün fəsillərdə üzməyi sevən insanlar üçün çox yaxşıdır. İstifadə edə bilərsiniz. Həyətin bu istiqamətdə isə bizdə istirahət zonamızdır. Barbekü də burada yerləşir. Bu barbekülar son zamanlar dəbdədir. Və sağ istiqamətimizdə isə yay və qış mətbəximizin yanında həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. Evin master yataq otağı birbaşa olaraq hovuzu görür. Çox gözəl görüntüdür. Mətbəxdən isə iki tərəflidir. Həm həyətin landşaftıdır, eləcə də birbaşa olaraq hovuzu görür. Hovuz fontanlarımız. Vaxtınızı çox almayacağım. Qısaca da olaraq sizə məlumat vermək istəyirəm ev haqqında. Çalışacağım gecə görüntülərini də bura yerləşdirim. Baxın, bu bizim landşaft hissəmizdir. Leylandır ağaclarıdır və evin bu estetik görünüşü. İndi isə mən evin daxilinə keçirəm, evin içində sizlərlə birlikdə bir tur edirəm. Deməli, dəyərli izləyicilər, evə daxil olan kimi bizi belə bir gözəl, mən buna dəhliz deməzdim, bu bizim artıq holumuzdur, çox gözəldir, geniş. Burada belə bir konsolumuz da var, bir daha hər kəsi salamlayıram. Baxın, görün, bütün qapılar bu hola açılır. Çox səliqəli, gözəl. Alqışlayıram. İlk öncə daxil olan kimi sağ istiqamətimizdə olan qonaq otağına daxil oluram. Qonaq otağımız çox işıqlı, bayaq vurguladığım kimi zərif və incə bir görüntüsü var. Çox estetik. Neoklasika öz sözünü deyir. Mənim də müraciət edən müştərilərim bəzən olur. Modern, neoklasika, cürbəcür üslublara. Amma son zamanlar bu stil çox dəbdədir. Buradan birbaşa olaraq bağça görüntüsüdür. Mən daxil oluram mətbəximizə. Sizə ətraflı göstərmək istəyirəm. Belə bir gözəl mətbəx mebeli də quraşdırılıb. Baxın, mətbəxdən birbaşa olaraq bağça görüntüsü, hovuz görüntüsü. Mətbəxin də bəzi avadanlıqları artıq quraşdırılıb. Görüntü çox gözəldir. Daxil oluram master yataq otağına. Master yataq otağından birbaşa olaraq bayaqki hovuz görüntüsü. Hamam otağını da sizə göstərmək istəyirəm. Və keçirəm digər yataq otaqlarımıza. Növbəti yataq otağımız belə bir işıqlı yataq otağıdır. Bu evdə nə yaxşıdır ki, 208 kvadratda hətta sahibkar camaşırxana da yerləşdirib. O camaşırxananı da sizə göstərmək istəyirəm. Baxın, bu camaşırxanada evin istilik təchizatı nəzərdə etmək üçün kombi də quraşdırılıb. Keçirəm 3-cü yataq otağına. Bu yataq otağı da işıqlıdır. Evin ümumi hamam otağını sizə göstərmək istəyirəm. Çox səliqəli, divar içi simli-sticillərdən istifadə olunub. Beləliklə, dəyərli izləyicilər, çəkilişimiz sona çatır. Sizlərlə mən idim Rövşən Məcizadə və Bağım Əmlak Agentliyi göstərdiyimiz xidmətlərlə demək olar ki, bütün evlərdə bizim müştərilərimizə çox xüsusi bir endirim var. İllərlə çalışdığımız sahibkarlardan endirimləri əldə etməyi bacarırıq. Gördüyünüz bu bağ evinin də start qiyməti 535 mindir. Lakin bizim müştərilərə çox xüsusi bir endirim olunacaq. Görüşmək ümidi ilə özünüzə yaxşı baxın.